Bəli, ilk öncə onu izah eləmək istəyirəm ki, ümumiyyətlə ibadətlərin şərtləri ilə rukunları və vacibləri arasındakı fərq nədir? Fərq budur ki, ibadətin şərtləri söhbət namazdan getmir ha tək. Bu qayda namaz və digər ümumən bütün ibadətlərə aiddir. O ibadətlər ki, o ibadətlərin şərtləri var, rukunları və vacibləri. İbadətlərin şərtləri adətən ibadətin çölündə olur. İbadət üçün zəruri olur, lazimidir. Yerinə yetirilməlidir. Onsuz ibadət sayılmır. Lakin bu ibadətin çölündədir. Buna deyirlər şərt. Rukunla vaciblər isə ibadətin içində olur. Fərq budur. Məsələn, dəstəmaz almaq namaz ibadəti üçün labüddür. Çünki dəstəmazsız namaz yoxdur. La salata limen la vudu aləh. Dəstəmazı olmayanın namazı yoxdur. Namaz dəstəmaz namazın içindədir, çölündə. Deməli, dəstəmaz namazın nə idi? Şərtidir. Və məsələn, namaz qılanın paltarının və namaz qıldığı yerin nəzasətdən təmiz olması namazın şərtlərindəndir ya yox? Namazın şərtlərindəndir. Bu namazın çölündədir yoxsa içində? Çölündə. Ona görə şərt adlanır. Amma sən deyəndə ki, məsələn, Fatihə surəsini oxumaq bu zəruridir. Hə? Bu namazın içindədir, çölündə, içində. Ona görə Fatihəni oxumaq namazın rukunlarındandır. Və namazda ikinci rükətdə, məsələn, təşəhhüdə oturmaq və təşəhhüd duasını oxumaq. Deyirsən ki, bu zəruridir, lazımdır. Bu namazın içindədir, çölündə. Namazın içində, deməli, bu namazın vaciblərindəndir. Deməli, şərtlər ilə rukun və vaciblər arasında fərq budur. Şərtlər bu tək namaza aid deyil. Digər ibadətlərə də aiddir. Ümumiyyətlə, ibadətin, hər hansısa bir ibadətin şərtləri o ibadətin çölündə olur. Rukunları, vacibləri isə ibadətin içində.